Cəmi bəy, salam. Sizdən soruşmaq istəyirdim. Demək, bildiyimiz kimi Tofiq Yaqublu artıq 31 gündür ki, acılıq keçirdir. Onun artıq yaddaşını da itirməyinə baxmayaraq, hökumət onun sərbəst olunması üçün heç bir ciddi addım atmır. Hətta bildiyim qədərilə həkimi də yanına müayinə üçün buraxılmır. Sizcə bu kimi məqsədlərin arxasında hansı səbəblərdir? Şübhəsiz ki, Tofiq bəyə münasibət Azərbaycanda avtoritarizmin, totalitarizmin formalaşmasının təzahürlərindən biridir və Azərbaycan hakimiyyəti o özü haqqında məğlub edilməz mif yaradır və bu dəmir yumruq kabusunun Azərbaycanın üzərində bir kölgə kimi dolanmasının bir təzahür formalarından biridir və bu insan haqları məsələsində, vətəndaş hüquqları məsələsində nümayiş elətdirmək istəyirlər ki, onlar heç kəsə güzəştə getmək fikrində deyirlər. Və həm də ki, bu bilirsən, Azərbaycanda son hadisələr fonunda, yəni bu həbslər ki, geniş yayıldı, bugün 365 nəfər siyasi məhbus var və bu 365 nəfərin hamısı siyasi mülahizələrlə, saxta ittihamlarla tutulubdur. Bu güc nümayişidir. Amma təəssüf ki, hakimiyyətin öz vətəndaşı üzərində güc nümayişidir. Və bunlar, yəni ki, Azərbaycanda İlham Əliyev rejimi xüsusilə son bir neçə ildə ölkədə qərb dəyərlərinin daşıyıcıların, demokratik düşərgənin daşıyıcıları ilə çox amansız rəftar edir və bununla da özünün şəxsi hakimiyyət rejimin, ailə hakimiyyət rejimin bərqərar eləməyə çalışır və onun ailə hakimiyyəti quruculuğunda qarşısında hansı maneə var, onların hamısını deməli aşmaq istəyir və Tofiq Yaqublunun etirazı ona qarşı olanlardadır və Tofiq Yaqublu məhbusdur, həbsə həyatı yaşayır. Sadəcə olaraq acılıq elan etməkdən başqa onun ayrı bir etiraz imkanı yoxdur. Bu çıxılmaz bir vəziyyətdir və Tofiq Yaqublu haqqında o qədər böyük haqsızlığa yol verilib ki, adam sadəcə olaraq mənəvi cəhətdən baş verənləri özünə təhqir hesab edir. Yəni burada hətta işin hüquqi tərəfini bir yana qoymaq lazımdır. Və mənəvi cəhətdən o Tofiq Yaqublu olan münasibət bu acılığı doğuran səbəblərdən biridir. Və elan elədiyi kimi Tofiq bəy ölüm acılığı eləyibdir. 31-ci gün, bir ay, bir gündür bu davam eləyir. Çox təhlükəli bir həddə gəlib çatıbdır və düzün deyim ki, hamımız səksəkə içərisindəyik. Hər an ağır xəbər ala bilərik və bu bir faciə ilə nəticələnə bilər və yeri gəlmişkən deyim ki, həm xalq üçün, yalnız xalq üçün deyil, eyni zamanda hakimiyyət üçün də faciə ilə nəticələnə bilər və Tofiq Yaqublunun öz hüquqlarını müdafiə etmək üçün seçdiyi bu yol ölümə doğru gedən yoldur. Və hakimiyyət də bunun fərqində olmalıdır və Tofiq Yaqublunun ölümünə görə heç kəs İlham Əliyevə mükafat verməyəcək. Və bu ölüm bilavasitə onun üzərində qalacaq. Onun adına yazılacaq. Onun hakimiyyətinin törətdiyi deməli ən ağır hadisə olacaqdır. Ona görə Tofiq Yaqublu başqa bir şey tələb eləmir. Tofiq Yaqublu öz haqqını tələb eləyir. Tofiq Yaqublunu o qədər belə saxta ittihamla tutublar ki, o prosesin bir neçə mərhələsi var idi. O şeylər aşkarlanandan sonra Tofiq Yaqublunu elə həbs yerindən buraxmalıydılar və ondan üzr istəməliydilər. Təsəvvür edin ki, rüşvət verənlə dırnaqarası rüşvət alan arasında 20 kilometrə qədər fiziki məsafə olub. Hələ elm və texnika o qədər inkişaf eləməyib ki, bu qədər fiziki məsafədən rüşvət vermək mümkün olsun. Bunu hakimiyyətin
əlində olan deməli innovasiya texnologiyası, providerlər, nə bilim kimlər öz arayışları ilə təsdiq ediblər. Bu fakt ortaya çıxandan sonra şübhəsiz ki, Tofiq Yaqubluya qarşı başlanmış cinayət işinə xitam verilməli idi. Ona qarşı böhtan atanlar, o işi aparan müstəntiq məsuliyyətə cəlb edilməli idi. Ona görə biz bütün Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqın Tofiq Yaqublunun müdafiəsinə çağırırıq və bu günləri bir şey nəzərə almaq lazımdır ki, artıq Tofiq Yaqublunun işi siyasi iş olmaqdan çıxıb, humanitar bir işə çevrilibdir. Adam ölümlə üz-üzədir. Adam ölüm riskinin astanasındadır. Ona görə bax o ziyalıların bir hissəsinin, gənc yazarların, nə bilim mədəniyyət xadimlərinin, zadın işçilərinin o kollektiv bir sənəd imzalanmasını dəyərləndirmək lazımdır və bu Tofiq Yaqublunun müdafiəsi üçün görülən bu işə, bu sənədə imza atanlara təşəkkür eləmək lazımdır. Amma eyni zamanda Tofiq Yaqublu bu xalqın hüquqları uğrunda mübarizə aparır. Onun bütün fəaliyyəti xalqa xidmətdə keçibdir və Tofiq Yaqublu vətənin bir simvoluna çevrilibdir. Ona görə də onun həyatı riskdə olan bir zamanda hüquqları uğrunda mübarizə apardığı xalq gərək buna biganə qalmasın və bu günləri Tofiq Yaqublunu azad edəcək, xilas edəcək bir qüvvə varsa, o da xalqın iradəsidir. Təşəkkürlər Cəmil bəy. Sağ olun. Sağ olun.